Джугурку Кенеша прошло 5-е заседание комиссии по окружающей среде и природным ресурсам Парламентской ассамблеи тюркоязычных государств ТЮРКПА. На повестке дня были вопросы устойчивого использования природных ресурсов. Председатель комиссии ТЮРКПА по окружающей среде и природным ресурсам, депутат Милли Меджлиса Азербайджана Ахлиман Амирасланов поприветствовал участников заседания и отметил, что на заседаниях комиссии всегда обсуждаются насущные и важные вопросы. В ходе заседания завотделом Департамента развития лесных экосистем Государственного агентства охраны окружающей среды и лесного хозяйства Майрамбек Алиев озвучил предложение. По его словам, в Кыргызстане на сегодняшний день имеются орехоплодные леса на общей площади 630 тысяч гектаров. Основной проблемой этих лесов является борьба с вредоносными насекомыми. В связи с этим мы бы предложили организовать обмен опытом, тренинги по данному вопросу между государствами, предложил он. Председатель комиссии Ахлиман Амирасланов поблагодарил за предложение. Я думаю, что это важное предложение. Это важно, когда в таких заседаниях участвуют специалисты. Предлагаю внести изменения в нашу резолюцию, сказал он. Депутат Джугурку Кенеша Абылкаир Узакбаев отметил, что парламентская ассамблея своей деятельностью создает условия для политического, экономического, культурного сотрудничества, вносит существенный вклад в сближение братских народов. Рассматриваемая на нынешнем 5-м заседании проблема очень актуальна как в мировом масштабе, так и для тюркоязычных стран, так как наши народы все больше потребляют продукты с ГМО. Поэтому их применение необходимо законодательно определить. Совместными усилиями, обменом опытом, применяя имеющиеся возможности, мы найдем пути решения данной проблемы. В мероприятии приняли участие парламентские делегации Азербайджана, Казахстана, Кыргызстана и Турции. Председатель комиссии ТЮРКПА по окружающей среде и природным ресурсам, депутат Милли Меджлиса Азербайджана Ахлиман Амирасланов в своем интервью программе «Мост дружбы» сказал: Bilirsiniz ki, Türk dilli ölkələrin parlament asambleyası artıq 10 ildir fəaliyyət göstərir. O qurumun tərkibində Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası mövcuddur və bu günləri də o komissiyanın iclası idi. O komissiya Azərbaycan rəhbərliyi eləyir. Azərbaycan tərəfdən də mən Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədriyəm və bugünkü iclasımız bizim 5-ci iclasımızdır və bugünkü iclasın əsas mövzusu təbii sərvətlərdən səmərəli istifadə etmək. Bilirsiniz ki, dünyada indi bu sayədə çox böyük problem var. Dünya əhalisinin sayı sürətlə artmaqda davam edir. Sürətlə artan əhali təbii sərvətlərdən səmərəli istifadə etmirlər. Meşələr, su resursları, ətraf mühit, biomüxtəliflik, bütövlükdə bizi əhatə edən nə varsa hamısı pozulur, aşınır və təbii ehtiyatlar get-gedə azalır. Bugünkü bizim komissiyanın da iclası əsas təbii sərvətlərdən səmərəli istifadə, onun hüquqi əsaslarıdır. Gördüyü kimi çox maraqlı diskussiya oldu. Biz üzv ölkələrin bu sahədə olan təcrübəsini öyrənməyə çalışırıq və bu sahədə görülən işlər, qanunlar, qanunvericilik aktları sayəsində əldə olan nailiyyətlərdən danışdıq, müzakirə elədik, təcrübəsini öyrəndik və axırda gördüyümüz kimi bir tövsiyə qərarı hazırlandı ki, tövsiyə qərarı TÜRKPA plenar iclasına təqdim olunacaq. Plenar iclas isə bu ilin noyabr ayının ortalarında Bakıda keçiriləcək və Bakıda bu tövsiyə qərarı orada təqdim olunacaq. Adətən bu komissiya iclaslarından qabaq seminarlar keçirilir. Bu problemlərə həsr olmuş. Keçən il belə bir seminar yanvar ayının 23-ü, 24-ü Türkiyə Cumhuriyyətinin paytaxtı Ankara şəhərində keçirildi və çox üzv ölkələrdən ekspertlər, millət vəkilləri iştirak edirdi və çox geniş müzakirə keçirdi. Həm də Türkiyənin bu sahədə gördüyü işlər, əldə etdiyi nailiyyətlərlə
deyək ki, seminar iştirakçıları yaxından tanış oldular və orada o geniş müzakirədən sonra o tövsiyə qərarı bu günləri burada təsdiq olundu. Bu çox vacib məsələdir. Bilirsiniz ki, dünyada içməli su ehtiyatları tükənir, qida ehtiyatları get-gedə azalır, əhalinin sayı artır, dünyada aclıq, səfalət içində milyardlarla insanlar yaşayır və təbii içməli su ehtiyatları ilbəil azalır, ətraf mühit pozulur, biomüxtəliflik pozulur. Ona görə bax, bu seminarların, bu komissiya iclasların məqsədi ondan ibarətdir. Necə edək ki, təbiətdən səmərəli istifadə edək və təbiəti gələcək nəsillər üçün saxlaya bilək. Gələcək növbəti iclasınız? Növbəti komissiyamızın iclası Türkiyədə keçiriləcək. Burada adətən rotasiya yolundan keçirilir hər il bir ölkədə. Növbəti iclasın növbəsi qardaş Türkiyəyə çatdı və Karaman şəhərində keçiriləcək. İnşallah dedik burada may ayında Türkiyədə keçiriləcək. Bugün Kırgızistan'ın başkenti Bişkek'te Türk Dili Konuşan Ülkeler Parlamenter Asamblesi'nin 5. toplantısını yapmış olduk. Bugünkü toplantımızın ana maddeleri doğal kaynakların çevreye uyumlu kullanımı, çıkartılması, değerlendirilmesiyle beraber ormandaki biyoçeşitliliğimizin devamının sağlanmasıyla ilgili asıl kararların 23-24 Haziran'da Türkiye'de, Ankara'da yapılan bir çalıştayla altlıklar oluşturulmuştu. Buradaki çalıştayda ilgili işin uzmanları, ülkeler tarafından gelen uzmanlar, aynı zamanda milletvekilleri ile ortak toplantılar yapıldı. Bununla birlikte de ilgili konularla ilgili Türkiye'de, Ankara'da saha gezilerimiz oldu. Hem milli parklarımızı gördük, hem işte soda ile ilgili, cam yapımındaki ham madde ile ilgili çok modern bir fabrikayı gezdik. Hem de Türkiye'nin Tohum Gen Bankası'nın olduğu bir tesisi gezmiştik. Bugünkü toplantıda da oradaki aldığımız tavsiye kararların, toplantının neticesindeki değerlendirmelerin buradaki bir onaylanma sürecini yaşadık. Bizim özellikle bu toplantıların özellikle 23 Haziran'daki 24 Haziran'daki yaptığımız çalıştay neticesinde Türk dili konuşan ülkelerin tohumlarının bizim Türkiye'deki Gen Bankası'nda saklanmasının önemini tekrar dile getirmiş olduk. Çünkü biliyorsunuz genetiği oynanmış ürünlerin tüketimi her geçen gün artmakta ve bu insan sağlığında tehdit etmekte. Eğer biz Türkiye'deki Tohum Gen Bankası'nda tüm Türkiye Cumhuriyetlerindeki ürünlerin orada saklanması, bilgi paylaşımının ortak olması, oradaki işletmemizde, tesisimizde Türkiye Cumhuriyeti'nden de uzmanların yer aldığı bir sisteme geçersek tüm Türk halklarının ortak bir gen bankasını oluşturmuş olacağız. Bununla birlikte biliyorsunuz ben Karaman milletvekiliyim. Temsil edildiğim, seçildiğim bölge Karaman. Bundan sonraki 6. toplantımızı da 2019-2020 yılında Mayıs ayının 2. haftasında ilim olan Karaman'da yapmayı teklif ettik. Çünkü o tarihlerde biz Türk dilinin başkenti olan Karaman'da bir kutlama merasimleri gerçekleştiriyoruz. Bu vesileyle bir sonraki toplantının Türk dili konuşan ülkelerin misyonuna, amacına da kuruluş gayesine de uygun olarak Karaman'da yapılması bizleri de son derece mutlu edecektir. İnşallah o toplantıda da hem çalıştay hem kurul kararları alınarak Türkiye Cumhuriyetlerinin ortak anayasalarına, çevreyle ilgili hassasiyetlerine ve kaynakların ekonomiye doğru kazandırılmasıyla ilgili kararların alınmasına hep beraber vesile olacağız. Ben teşekkür ediyorum.